Ölkəmizin klubları üçün əsas məqsədlər başda liqamızda çempion olmaq və Avropa liqalarında iştirak etmək və Avropa kubokları olan Çempionlar Liqasında, Avropa Liqasında və Konferans Liqasında iştirak etmək ölkəmizin klubları üçün həm prestij, həm də maddi cəhətdən çox böyük bir üstünlükdür. Hələ bu dünya arenalarında böyük hesablı qələbə qazanmaq üçün Azərbaycan klubları üçün çox böyük bir arzudur və biz də bugün burada Çempionlar Liqasında, Avropa Liqasında və Konferans Liqasında ölkəmizin klublarının göstərdikləri ən yaxşı oyunlara nəzər yetirəcəyik. Hazırsınızsa videomuz başlayır. 2018-2019 mövsümündə liqanı liderin 7 xal gerisində tamamlayaraq ikinci olan Neftçi ölkəmizi Avropa Liqasında təmsil etməyə haqq qazanmışdır. Neftçinin həyətində 10 olsun, Krivasyuk, bu il Neftçinin həyətində Anton Krivasyuk, Dalio Junior kimi keyfiyyətli oyuncular var idi. Mübarizəyə Avropa Liqası birinci təsnifat mərhələsindən başlayan klubumuz Sperentanı ümumilikdə 9-0 kimi əzici bir hesabla uddu və Rus klubu Arsenalla qarşılaşdı. Oyunun ilk turunda Dalio Junior'un qolu ilə 1-0 qazanan Neftçi evdə 9000 Azərbaycanlı azərkeş qarşısında keçirilən maçda isə oyunun taleyini həll etməyə çox çalışdı və paltar dəyişmə otağına qapılarını toxunulmaz saxlayaraq getmişdi Neftçilər. İkinci hissədə isə elə bil ki Neftçi şov verildi. Elə bil ki Neftçi Sovet vaxtında Sovet Liqasında göstərdiyi performansa geri qayıtmışdı və Rus klubunu elə bil ki meydançadan sildi. 3-0'lık böyük bir hesab əldə edən Neftçi Avropa Liqasının ikinci təsnifat mərhələsində də qalib gəldi və bu müstəqillik sonrası klub tarixinin ən böyük uğur göstərdiyi oyunlarından biriydi. Tarix 2020-ci il. Şanlı Azərbaycan əskəri ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün cəbhədə mübarizə apararkən şanlı Qarabağımızda onlara cüzi də olsa bir dəstək verə bilmək üçün stadionda tər dökürdü. Ötən mövsümü çempion tamamlayaraq mübarizəyə Çempionlar Liqasında başlayan Qarabağımız birinci və ikinci mərhələlərdə Makedoniyanın Silex, Moldovanın isə Şehit Tiraspol komandalarını udduqdan sonra Moldeyə penalti zərbələrində uduzmuşdu və Avropa Liqası liqa mərhələsinə qatıla bilmək üçün təmsilçimizin önündə son bir maneə olaraq Legia Varşava dayanırdı. Koronavirus vaxtı olduğuna görə UEFA'nın verdiyi qərara əsasən oyun tək ayaqlı olaraq Legia Varşavanın stadionunda keçiriləcəkdi. Qarabağ isə səfərdə oynamasına baxmayaraq bu oyunda qələbə qazanmaq üçün hər şeyini ortaya qoyacaqdı. Elə bil ki, bütün komanda birlik olmuş, Polşa səfərindən sadəcə qalibiyyət üçün çıxırdılar. Həm də onların digər ən böyük məqsədi də Azərbaycan əskərimizə dəstək oldu və o gecə ölkəmizin tarixinin ən böyük oyunlarından biri keçirildi. Abdullah Zubir, Patrik Andrade və Filip Ozoviç fərqlənərək tam 3 cavabsız topla Qarabağ qalib gəldi. Rəşad Sadıqovun önderliği altında büyük bir yükselişe geçen Zirə 2023-2024 illər mövsümündə ölkə kubokunu kazandı və ölkəmizi Avropa Liqasında təmsil etməyə haqq qazandı. David Volkov, Salih Futsuma, Rafael Utsik kimi güclü oyuncuları olan klubumuz önünə sadəcə bir hədəf qoymuşdu ki, o da Avropa Liqasının liqa mərhələsində iştirak etmək idi. Mübarizəyə Avropa Liqasından başlayan Qartallar İlk təsnifat mərhələsində Şerif Tiraspola uduzaraq mübarizəyə Konferans Liqasından davam etməyə başladı və təmsilçimiz bu təsnifat mərhələsində Slovakiya klubu Naiska Streda ilə üzləşəcəkdi. İlk oyunu doğma azərkeşlərin qarşısında və doğma meydançada oynamaqlarından çox böyük məharətlə istifadə edən Zirə, David Volkovun 2, Rafael Utsik'in 1 və Martis Junior'un 1 qolu ilə 4-0'lık böyük bir hesab ilə Slovakiya təmsilçisini meydançadan silməyi bacardı. Rəşad Sadıqovun tələbələri Avropadakı bəlkə də ən önəmli qalibiyyətlərini aldı.